Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bacı qardaşlarım, Həzrəti Fatimə-i Məsumə salamullah əleyhanın təvəllüdü münasibəti ilə hər birinizi təbrik edirəm. Allah bizlərə Əhl-i Beytin həqiqi ardıcıllarından olmağa nəsib eləsin inşallah. Həzrəti Fatimə-i Məsumə salamullah əleyha İmam Kazım əleyhissalamın böyük qızıdır və əsl adı Fatimə-i Kubradır. Və o Həzrət İmam Rıza əleyhissalamın bacısı, həmçinin Azərbaycanımızda mübarək qəbirlər və hərəmləri olan Həzrəti Leyla, Həzrəti Hökümə və Rəhimə xanımın bacısıdır. Mübarək qəbri və hərəmi İranın Qum şəhərində yerləşir, milyonlarla insanın ziyarətgahına çevrilib. Həyatı barəsində müəyyən kitablar yazılıb, tərcümələr olunubdur, hər kəsin müəyyən həddə məlumatı var. Amma diqqəti cəlb edən məsələlərdən biri budur ki, İranda Həzrəti Məsumə salamullah əleyhanın təvəllüd günü Qızlar Günü ünvanında qeyd olunur. Rəsmi şəkildə dövlət səviyyəsində. Bu çox gözəl bir təşəbbüsdür. Baxın əzizlər, hər kəsin evində qız övladı varsa, kiçicik bir hədiyyə ilə də olsa, o qız övladlarını sevindirsinlər. Allahın rəhmətini və nəzərini cəlb eləsinlər. Baxın hədislərdə elə sözlər gəlibdir, insan təəccüb edir. Əziz İslam Peyğəmbərindən hədis var, bir kəsin evində qız övladı olarsa, həmin evə Allahın bərəkəti, lütfü şamil olar. Adicə, təkcə o qız övladının dünyaya gəlməyi səbəb olur ki, Allahın rəhməti şamil olsun. Başqa hədisdə var, bir şəxs, valideynlər, ata-ana, qız övladını gözəl tərbiyə edərlərsə, yəni İslami qayda qanunlara, iffətlə, təqva ilə tərbiyə edərlərsə, həmin qız övladı bu valideynlərin qiyamətdə cəhənnəm odu qarşısında qalxanına çevirilər. Yəni valideynləri cəhənnəm odundan qoruyar. Nə qədər mühümdür əzizlər. Və başqa hədisdə var, əgər bir qadınla kişi ailə qurar və onların hələlik qız övladı olmazsa, onlar yaxşı olar ki, dəstəmaz alıb, üzü qibləyə oturub, Allaha dua edələr hər ikisi ki, Allah onlara mütləq qız övladı versin. Bu qız övladının nə qədər dəyəri var. Halbuki Peyğəmbərimiz o vaxt məbus olanda, Allah tərəfindən göndəriləndə, ərəblərin içində qadın, qız övladı bir nəhs, bir şeyə çevrilmişdi. Peyğəmbərimizin əziz balası Həzrəti Fatimə-i Zəhra salamullah əleyha dünyaya gələndə, hətta Peyğəmbərin bəzi səhabələrin üzündə kərahət hissi, narahatlıq hissi var idi ki, Peyğəmbərin qızı dünyaya gəldi, görəsən niyə qızı gəldi, niyə oğul olmadı? Yəni qız uşağı bir ləkə idi. Peyğəmbərimiz onlara baxır və öz narahatlığını bildirir ki, qız uşağı gözəl bir ətirli güldür, ev üçün rəhmətdir, bərəkətdir. Ona görə əzizlər, bu günü Azərbaycanımızda əziz möminlər vacibdir. Bu günü Qızlar Günü ünvanında yavaş-yavaş qeyd eləsinlər, xalq arasında yaysınlar. Bu bizim boynumuzdadır. Bunu biz bacarmalıyıq, bunu etməliyik. Bütün batil, xurafi fikirləri, xurafi mədəniyyətləri biz əvəz etməliyik. Nə bilim, 8 Mart Qadınlar Günü, nə günü filan, bu batil qərb mədəniyyətini yavaş-yavaş İslam mədəniyyəti ilə əvəz etməliyik. Bu isə möminlərin boynundadır, dərk edənlərin boynundadır. Və bu işi Allah bizdən istəyir. Qiyamətdə də bunun sorğu-sualı gedəcək. Ki, sizi hidayət elədim, əlinizdən tutdum, siz də başqalarının əlindən tutasınız. Hidayət edəsiniz, yavaş-yavaş yolu ilə, qaydası ilə. Bu işi biz etməliyik. Və bu fürsətdir ki, inşallah bu fürsətlərdə biz özümüz öz evimizdə bunu etməklə, qohumlarımıza deməklə, qohumlarımızı təşviq etməklə, qonşularımızı təşviq etməklə yavaş-yavaş bu mədəniyyəti, İslamda olan bu gözəllikləri öz həyatımıza, xalqımızın, camiyyəmizin həyatına daxil edək. Və beləliklə İslamın sivilizasiyasının yayılmağının müqəddiməsinə bizlər icra edək. Bu müqəddimələri yavaş-yavaş biz icra edək. Ta İmam Zaman əleyhissalamın zuhurunda imamımızın işi asan da olsun. Çünki İmam Zaman əleyhissalamın əsl işlərindən biri, ən mühüm və əsli işlərindən biri İslam sivilizasiyasını, mədəniyyətini yer üzündə bərqərar etmək olacaq. Bu ən çətin işlərdəndir.
İnsanların canından xurafatları, səhv fikirləri, bidətləri, batil qərb mədəniyyətini çıxartmaq çox çətindir. Amma mümkündür, bizim vəzifəmizdir. Və bu işi indidən etməliyik ki, ağanın zuhurunda ağanın işi asan olsun. Nəinki ataq ağanın üzərinə ki, yox, ağa özü gəlib düzəldəcək, yox. Belə şey yoxdur. Deməli, bu fürsətlərdən və mədəniyyətlərdən biri Həzrəti Məsumə Salamullah əleyhanın təvəllüd günüdür. Bu günün qeyd olunmağıdır. Bu günü yavaş-yavaş camiyəmizdə yaymağımızdır və bunu izah etməkdir, təbiin bəyan etməkdir ki, bu şərait yavaş-yavaş dəyişsin inşallah.